Ümumi sınaq 21-i izah edirəm. Mərkəzi koordinat başlanğıcında yerləşən. Deməli, çevrəni çəkirəm. Mərkəzi koordinat başlanğıcı isə, deməli, çevrənin mərkəzi koordinat başlanğıcından keçir. Deməli, 0, 0 nöqtə. X də Y də 0-dır. Çevrə 1,5 -2 nöqtəsindən keçir. Bu da hər hansı bir nöqtədir. Məsələn, bura A nöqtəsi yazaq, bura O nöqtəsi yazaq. A nöqtəsi 1,5 -2 nöqtəsindən keçir. Deyir, çevrənin radiusunu tap. Radiusun düstur necədir? R kvadrata bərabərdir. 1,5-dən çıx 0, eləyir 1,5 kvadratı. Üzərinə gəlsin, -2-dən də 0 çıxanda -2, onun da kvadratı eləyir 4. Bu da bərabərdir. 2,125, üzərinə gəlsin 4, elədi 6,25. R də bərabərdir 6,125-dən də 2,5 çıxır. Cavab 1-də Y bəndi. Keçim ikinci suala. İkinci sualda x çıxılsın. 2, y çıx, y minus x. Birinci mötərizənin daxilindən başlayaq, rahat olsun bizə. Deməli, mən bu mötərizəni buradan siləndə, bu mənfi olacaq müsbət. Baxıram ki, bərabərdir, burada qalacaq. X çıx, 2y-dən y çıxan, y minus x qalır. Bu da bərabərdir. X çıx, y üzərinə gəlsin, x. Bir dəqiqə, bu üstə gəlsə, bura çıxma olacaq. X-dən də x çıxanda cavab eləyəcək -y. Cavab burada D variantı. Keçəm 3-cü suala. Deyir, əbob 300-dən 420-nin əbobunu tapaq. Biz burada nə edirik? Baxın, 300-dən 420-dən mötərizə kənarına 60-ı çıxara bilərəm. 300-ü 60-a böləndə qalır 5. 420-ni 60-a böləndə eləyir 7. Bunun əbobu deməli 60 imiş. Əkobun soruşsaydı 60 vur 5 vursun 7 götürəcəkdim. 4200 olacaqdı əkobu. Hər əkob istəsəydi. Şəkilə baxırıq burada. Deməli, şəkil çəkim mən. A, B verib burada. C, D verib. 7. F'dir. Burada eləcək 10. Deməli, bizdə A-dan B-yə, uşaqlar burada nəyə diqqət edək? Mənə deyir ki, OY, OF-ə bərabərdir. OY, OF-ə bərabərsə, deməli, AB vətərdə CD vətərinə bərabər olacaq. Deməli, mənim, bura x-dırsa, bu görsün perpendikulyardırsa, deməli, bu OY AB-nin mərkəzindən keçib. Çünki perpendikulyarlıq şərti ödənilir burada. Mərkəzindən keçibsə, onda bura x eləyir 2x, burada x eləyir 2x. Bura x yazaq, bura x. AB eləyir 2x, üzərinə gəlsin CD də eləyir 2x, bərabərdir 16. 4x bərabərdir 16, x də bərabər 16-nı da 4-ə böləndə uşaqlar eləyəcək 4. Deməli, x-i tapdım 4. Bura yazıram 4. Məndən çevrənin radiusunu soruşur. Çevrənin bu hissədən bura bir dənə radius artıram. Bu 3-dür. Bura 4-sə deməli radius olacaq 5. Keçirik 5-ci sualda. Bizə bura 70 dərəcə, 50 dərəcə verib. Bura alfa yazsaq, alfa üzərinə gəlsin 50, bərabər 7. Deməli, 20-də 70-dən 50 çıxacam, tapacam 20. Keçirik 6-cı suala. 6-cı sualda, bunu açaq birinci. Deməli, burada açaq. 1 üzərinə gəlsin, kök altında 3 bağla kvadratı. 1-in kvadratı 1, üzərinə gəl, kök altında 3-ün kvadratı 3. Üzərinə gəl, birincinin ikinci 2'miz. 2 kök altında 3. Bu da bərabər 4 üzərinə gəl, 2 kök altında 3. Digəri nədir? Bax, 4 çıxılsın, 2 kök altında 3'dür. Bu da necə olacaq? Birincinin kvadratı, yəni 4-ün kvadratı çıx, 2 kök altında 3-ün kvadratı. 4-ün kvadratı eləyəcək 16. 2-nin kvadratı 4 eləyəcək. 3 kök altında 3-ün də kvadratı 3. 4-ü 3-ə vuranda eləyəcəksə 12. 16-dan da 12 çıxanda cavab eləyəcək 4. B bəndi. A parametrin hansı qiymətində tənliyin kökü? Tənliyin kökü deyilsə biz burada x-i tapmalıyıq. Uşaq bizə nə edir onu tapalım. X deyilsə x-i tapalım. X-i tapmaq üçün 3x bərabərdir. 3x bərabərdir. 5 üzərinə gəlsin 2a. X-i də tapanda 5 üzərinə gəlsin 2a bölünsün 3. Və mənədir ki, tənliyin kökü 3-dən böyükdür 3. Deməli, 5 üzərinə gəlsin 2a
3'ü 3'ə vuranda eləyir 9. 9'u keçirdək bura. 5 yaxud da 2a böyükdür. 9'dan 5 çıxanda eləyir 4. A da böyükdür 2'dən. 2'dən müsbət sonsuzluğa qədər. Cavab C variantı. Bizə baxaq, düzbucaqlı trapesiya verib. Bir dənə düzbucaqlı trapesiya çəkirəm. Deyir ki, diaqonalı yan tərəfinə, bir dənə diaqonal ataq bura. Yan tərəf, öncə bərabər olur 8. Deməli, bunların hamısı 8-dir. Diaqonalı yan tərəfinə bərabər 8. Burada yazıram 8. Oturacağı kiçik oturacağı budur da, bu böyük oturacaqdır. Hündürlüyə bərabər olub, o da 8'dir. Onda burada 8 yazıram. Hündürlük də bu 8'dir. 8 8'ə bərabər 8 götürəcəyik. Bura 8 isə burada 8 yazıram. Bu nə h götürsək, bu hündürlükdə həm də düzdürmü? Deməli bu bura 8 isə onda biz bu tərəfdə 8 götürəcəyik. 8 8 8. Sonra bizə nə deyir burada? Düzbucaqlı trapesiyanın orta xəttini tap. Demək, orta xəttini tapanda oturacağı nə qədərdir? 8, 8 elədi 16. Üzərinə gəlsin bu 8. Bölünsün 2. 24 2-yə böldü elədi 12. Keçin növbəti suala. Dairənin radiusunu 75% azaltsaq düşəcək 25%-ə. O da eləyir 4də 1. Yəni R bərabərdir 4də 1 eləyəcək. Onda S bərabərdir P R kvadratıdır. R kvadratın düz mütanasıdır. Onda 4də 1-in də kvadratı ilə 16da 1. 16 dəfə azalacaq. Keçək bura. Neçdən 8 görsün? 3 dənə 8 görsün. 3 vurulsun 8'in kvadratı. Aşağıda da 1, 2, 3, 4. 4 dənə də 4'ün kvadratı görürəm. Baxın uşaqlar, 8'in kvadratını açsaq, 8 nə deməkdir? 2 üstü 3 deməkdir, bağlı 2. Bu da verir bizə 2 üstündə 6. Deməli, yuxarı yazacağam, 3 vurulsun, 2 üzərində 6. 4'ün kvadratını yazarım, 2 üzərində 2, bağlı 2 vurulsun. Bu da bərabərdir, 2 üzərində 4 vurulsun. Bu 4'ü 2'nin kvadratı yazıram. Vuranda üstlər toplanır. Bu da elədir 2 üstü 6. Buraya yazırım 2 üstü 6. 2 üstü 6'lar gedir. Cavab eləyəcək 3. Keçirik 11-ci suala. Hansı qiymətlə tənliyin sonsuz sayda həlli var? Tənliyin sonsuz sayda həlli var isə bu deməkdir ki, sürətlə məxrəci 0-a bərabərdir. Mən burada yenə tənlikdirsə deməli x-i tapmalıyam. A x çıxılsın 2a, sağ tərəfə vurub basam, 3x-ə vururam 3x, 3'ü 2'yə vururam elədi 6. X-ləri yığıram bir yerə, bərabərdir müsbət 2a, mənfi 2a-dır. Bu təfəkkürdə müsbət 2 alıyıq, çıx 6. X-i tapanda burada a çıxılsın 3, bərabərdir 2a minus 6. X də bərabərdir 2a çıxılsın 6 bölünsün a çıxılsın 3. Fərqi yoxdur. Hər hansı birini götürüb 0-a bərabər eləyə bilərsiniz. Məsələn, a çıx 3 bərabərdir 0, a bərabərdir müsbət 3. Və yaxud da 2a çıx 6 bərabərdir 0, 2a bərabərdir 6, a da bərabər 3. Yəni, sürətlə məxrəci də eyni qiymət aldı. Ona görə cavab D bəndir. Keçək deyək ki, Amir pulunu 3də 1-i ilə 3 köynək. Deməli, Amirin x manat pulu var. Onun 3də 1 x-ına köynək alıb. Köynək. Yerdə qalan pulunu 4də 1 ilə yerdə qalıb. X-dan, yəni çıxanda 3də 1 x-dır. Bu 3də 3 deməkdir. Bu deyilir 3də 2 x. Onda 4də 1-i 4 ilə 2 ixtisar gedir. Qalır burada 2, elədi 6-da 1x. Burada 2 şal var. Buna hələ işimiz yoxdur. Deməli, Amir pulunun 3də 1-i ilə 6də 1-ini xərcləyib. 3də 1 görək cəmi nə qədər xərcləyib? 6-da 1x. Bu da bərabərdir. Bunu hər tərəfini 2-yə vuraq, 6-ya bərabər eləyək. Bu elədi 6-da 3x. 6 ilə 3 gedib, bu elə 2-də 1x. Deməli, Amir x manat puldan 2də 1 x-ni xərcləyib və yerdə qalıb 180 manat pul. Bərabərdir 180. Burada 2də 2 götürsək, 2də 2-dən 2də 1 çıxanda 2də 1 x bərabərdir 180 manat. X də bərabərdir 180-i vururam 2-yə, belə çarpadıq. Bu elə 360 manat. Deməli, mən tapdım ki, Amirin cibində 360 manat pulu var imiş. Deyir ki, 360 manatın 3də 1, bizdən köynək soy. 3də 1-nə köynək alıb da, 360-ı vururam 3də 1-ə. Bu eləyir 120 manat. Və bu 120 manat 3 dənə köynəyin qiyməti. Düzdürmü? Bizdən bir köynəyin qiymətini soruşduğuna görə bölümçü bu da eləcək 40 manat. Keçirik növbəti suala.
13-cü sualda. 13-cü sualda bizdə nə deyir? Deməli, şəkli birinci çəkək. A, B, C, Y, F, D. Deyir ki, AD-ni verib 18. AD 18-ci. F deyəncə bura 2x-dir. Burada eləyib 3x. Mən baxıram ki, uşaqlar burada oxşarlığı tətbiq eləyəcəm. Deməli, iki paralel düz xəttdir. Bu A'yı bu paralel düz xəttləri kəsir. Bura alfa yazsam, bu da alfa olacaq. Daxili çarpaz bucaqlardır. Bura beta yazsam, bu tərəfdə beta olur. Qarşılıqlı bucaqlardır. İndi baxaq nəyi tətbiq edib. Bu alfanın qabağında durur 3x. Bölünsün. Bu alfanın qabağında durur, baxın 2x durur. Bölünsün 2x. Bərabərdir. Beta'nın qabağında durur 18. Bizə nəyə sorur ki, bu beta'nın qabağında CY. CY. Bu CY də 18-i 3-ə böləm, eləyir 6. X-lər gedir onsuz da. 6-nı da 2-yə vuranda eləyir 12. Deməli, CY 12 imiş bizdə. Keçirik 14-cü suala. Birinci şəkli çəkirik. Şəkli çəkim. Tam. Deməli, bizə romb verib. Rombu da biz verib, bütün tərəfləri bərabərdir. A, B, M-dir bu. B, N, C, D. Deməli, şərtdə nə verib? 60 dərəcəli bucaqdır. Buran verib 60 dərəcə. Rombun da bilir ki, hündürlükləri bir-birinə bərabərdir. Çünki bütün tərəflər bərabərdir. BM-in BN-ə nisbəti bura H-dır, burada H-dır. H kvadratı bərabərdir 48. H da bərabərdir 48, 16 vur 3 deməkdir. 16-dan kök 4 çıxır, 3 də qalır yerində. Deməli, hündürlüklə tərəf arasında əlaqə düsturumuz var. H bərabərdir A vurulsun sinus alfa. Sinus alfanın da yerinə 60 yazacağam. H-ımız nə qədərdir? 4 kök altında 3 bərabərdir A vurulsun sinus 60-da kök altında 3 bölünsün 2 deməkdir. Kök altına 3-lər getdi. 4-ü də 2-yə vuranda A bərabərdir 8 eləyəcək. İndi bizdən nə soruşur? Deyir ki, rombun sahəsini tap. Rombun sahəsini tapanda S bərabərdir A vurulsun H. O da bərabərdir. A-mız neçə oldu? 8 vurulsun 4 kök altında 3. Bu da 8 də 4-dən 32 kök altında 3 eləyəcək. Keçək növbəti suala. 15-ci sualda deyir ki, ədədin tərtibini tap. Baxın, deməli 1, 2, 3, 4, 5, 6 dənə 0 buradan sonra gəmi 7, 8, 9. Deməli, tərtibi 9-dur. Qiyməti sən də soruşsa 3,377 olacaq. 16-cı sualda deyir ki, P-nin neçə tam qiymətində xətti funksiya azalındıq. Azalan olması üçün K sıfırdan kiçik olmalı. Burada K X-in əmsalıdır. Mən P kvadratı üzərinə gəlsin 3P çıxılsın 10-u sıfırdan kiçik eləyirəm. Bu da P çıxılsın deməli 2P üzərinə gəlsin 5-dir. Kiçikdir 0. Deməli, müsbət 2, mənfi 5 aralığında qiymət alacaq. Burada da deməli, hansı ədədlər daxildir? Mənfi 5-dən üzrü bu yana gəlir. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1. 1, 2, 3, 4, 5, 6. 6 tam qiymətində. Natural ədəd desəydə 1 dənə götürəcəkdim. Tam ədəd dediyinə görə mənfiləri də götürürəm. Keçirik növbəti sualımıza. Növbəti sualda bizdə deyir ki, mən burada birinci A-nı açıram. A bərabərdir. 15-i 4-ə vururam. Üzərinə 3 gələm, eləyir 63. B də bərabərdir. 9-u 4-ə vururam. Üzərinə gələn 1 eləyir 37. Bir dəfə bunları toplayıram. Bir dəfə çıxıram. Çünki burada A kvadrat çıx B kvadratdır. Mən birinci bunu tapacağam. A çıx B. A üzərinə gəl B. Bu hissəni tapaq birinci. Birinci belə eləyək. 4-də 63 çıxılsın 4-də 37. Bərabərdir. Bunları çıxanda 63-dən 37 çıxanda 4-də 26. 26-nı da 4-də böləndə 6,5 eləyir. Bir dəfə də topla 63-də 4-də 63 üzərinə gəl 4-də 37. Bu eləyəcək 4-də 100. 100-ü də 4-də böləndə elədi 25. Bax, bunu tapdıq.
Sonra mənə verib ki, gətir yerinə 10A. 10A, A10 vurulsun 4-də 63. Yəni hissə-hissə hesablayıram. 10-u 60-a 3-ə vuranda 630, 4-ə bölündə 157,5 eləyəcək. Sonra gətir bunu yerinə qoyaq. Baxaq. Deməli, bu necə olacaq? A çıx B, A üstə gəl B, yəni 6,5 vurulsun 25 çıx 157,5 üzərinə gəlsin 25 bərabərdir. 6,5-i vururam 25-ə, bunun cavabı eləyəcək 162,5. 162,5-dən 157,5 çıxanda bu eləyəcək cavabı bütövlükdə 5. 5-in də üzərinə 25 gəndə cavab eləyəcək 30. Bu da bizim 17-ci sualımız. Bərabəryanı üstümüzün iki tərəfi uşaqlar bir qaydanı ümumiyyətlə öyrənib yan tərəf oturacaqdan böyük olur. 15. Bunda perimetrini tapırsan. Keçin 19-cu suala. 19-cu sualda bizdə deyir ki, 4 traktor tarlanın 3də birini 2 saata şumlayır. Bir traktor tarlanın 12də 5-ini neçə saata şumlayır? Burada deməli bir üsul var ki, mən onu sizə öyrədəcəm. Üçbucaq üsulu. Bax. 1-i vuram 3də 1-ə, onu da vuram x-ə, bu eləyir 3də 1 x bərabər 4-ü vururam 12-də 5-ə, bunu da vururam 2-yə. Deməli 12 ilə 4-ü x aparım. Burada qalır 3. Bu 3-dən bu 3 getdi. 5-i də 2 onda 10. X bərabərdir 10. Bu üsul çox rahat üsuldur. Həmişə də adamın əlindən tutur. Keçirəm 20-ci suala. Deyir ki, OX oxuna nəzərəndirsə, X qalır, Y-in işarəsini dəyişir. Bunu da cəmi bizə verəcək 5. Keçəm növbə sualı. Bu A çıx B, A üstə gəl B-ni tətbiq edirəm. Yəni 12,5 çıx 10. 12,5 üzərinə gəlsin 10 olacaq. Bu da 5 çıx 4. 5 üzərinə gəlsin 4 olacaq. Bu da kökün altındadır uşaqlar. Bərabərdir. 12,5-dən 10 çıxanda bu eləyir 2,5. Vurulsun 12,5-in üzərinə 10 gələndə eləyir 22,5. 5-dən 4 çıxanda 1. 5-dən 4 gələndə 9. Baxaq. Bərabər. 25-dən çıxacaq 5. 225-dən də kökdən çıxacaq 15. Bu 0,1 burada 0,1. 0,100 eləyir. Ondan da çıxacaq 0,1. Vur 0,1. 9-dan çıxır 3. 15-i 3-ə bölüm edir 5. 5-i 5-ə vuranda 25. 25-i də 0,5-ə vuranda edir 2,5. 21-ci məsələmiz belə. Keçək 22-ci sual. Deməli, 22-ci sualda nədir? Deməli, torbada mavi, göy və qırmızı rəngdə şarlar var. Biz bilmirik hərəsindən nə qədərdir. Bizdə bir dənə torbada 12 göy şar olduğunu verib. Deməli, mavi, göy və qırmızı. Maviyə yazıram x, göyə verib özü şərtdə 12 yazıram. Burada yazıram y. Cəm eləyəcək nə qədər? X üzərinə gəlsin, y üzərinə gəlsin 12. Deməli, cəmimiz budur. Keçirik biz həllinə. Deyir, torbada təsadüfən çıxarılan bir şarın qırmızı olması ehtimalı. Məxrəcə həmişə cəm yazılır uşaqlar. Bizdən qırmızını dediyinə görə sürətə qırmızı yazılır və o da bərabərdir 4də 1-ə. Bərabər 4də 1. Bunu çarpaz vuraq, burada saxlayaq. X üzərinə gəlsin, y üzərinə gəlsin 12 bərabər 4-ü y-ə vuran, bu eləyir 4y. X üzərinə gəlsin 12 bərabərdir 3y. Bunu burada saxladım. Bunun işim yoxdur. Sonra nə verim mənə? Mavi olması. Yenə məxrəcə cəm yazıram. 12. Mavimiz nədir? X-dir. Bu da bərabərdir. Bizə verir 12-də 5. Buraya yazım 12-də 5. Yenə çarpaz vururam. 12-ni x-ə vururam. 12x bərabərdir. Belə 5-i x-ə vururam. 5x, 5-i y-ə vururam. 5y, 5-i də 12-yə vururam. Elə də 60. 12x-dən 5x çıxam. 7x bərabərdir. 60 üzərinə gəlsin 5y. Biz də buradan x-i tapaq. 3y üzərinə çıxılsın 12. Gətirəm burada x-in yerinə 7 vurulsun. X-in yerinə 3y çıx 12 bərabərdir 60 üzərinə gəlsin 5y yazıram. 7-ni 3-ə vuram elə 21y. 7-ni 12-yə vuram 84 bərabər 60 üzərinə gəlsin 5y. 21-dən 5 çıxanda eləyir 16y bərabər 60-ın da üzərinə 84 gəndə elədi 144. Y də bərabər 144 16-ya böləndə elədi 9. Mən y-i tapdım ki, burada 9 dənə qırmızı şarım var.
Şərtdə mənə nə soruşur? Mavi şarları soruşur. Deməli, x-i tapmalıyam. X-i də tapmaq üçün gətirirəm burada, qoyuram yerinə. X bərabər 3 vurulsun 9 çıxılsın 12. 3-ü 9-a vuranda 27, 27-dən 12 çıxanda cavab eləyəcək 15. Keçək növbəti sualımıza. Deyir ki, 24-cü sualda kubun tam səthinin sayısı yan səthin sayısından 32 çoxdur. Deməli, çox olan nədir? Tam səth. Ona görə S tamdan çıxıram S yanı bərabərdir 32. S tamım nə qədərdir? 6A kvadratı çıxılsın 4A kvadratı bərabərdir 32. 6-dan 4 çıxanda 2A kvadratı bərabərdir 32. 32-ni 2-yə böləndə A kvadratı bərabərdir 16. 16-dan da 4 çıxır. A da bərabər 4. Kubun həcmini soruşanda V bərabərdir A kubu. A kubu yəni 4-ün kubu. 4-ü 3 dəfə üzünə vuranda edir 64. Keçirik növbəti 25-ci suala. Dil sinifdəki şagirdlərin 75% oğlandır. 75%, yəni 0,75. 0,75 də %75 deməkdir. Bunu da 25-i ixtisar aparanda qalır 4-də 3. Deməli, sinifdə x şagird var, onun 4-də 3-ü oğlandır. Buraya yazan 4-də 3x oğlan. Bu oğlandır, oğlan. İndi mənə nə deyir? Mən sinifdəki oğlan 50% futbol, Venn diaqramı çəkirəm. Deməli, bura yazan futbol, bura yazıram voleybol. Deməli, bizə nə deyir? 6 nəfər hər ikisinə aiddir. Deməli, 4-də 3 x oğlanın 50%, yəni yarısı vur 50 böl 2 böl 100. Bu eləyəcək 8-də 3x. Buraya yazam 8-də 3x çıx 6. İndi deyir ki, 4-də 3x-in 70% vur %70. Bu da eləyəcək, bu sıfırlar getdi, 40-da 21x. Bura yazıram, bura. 40-da 21x çıxılsın 6. İndi baxaq, nə deyir burada? Hə, bunların cəmi, bura yazdıqlarımız nədir? Oğlandır da. Bunların cəmi 4-də 3x-ə bərabər edəcək. Yəni 8-də 3x çıx 6 üzərinə gəlsin 6 üzərinə gəlsin 40-da 21x çıx 6 bərabərdir 4-də 3x-ə. Bax, -6-dan -6 getdi. Gətirək yığaq bir yerə 8-də 3x üzərinə gəlsin 40-da 21x çıx 4-də 3x bərabərdir 6-da keçib bu tərəfə. İndi bax, 3-ünə də küp 40 olacaq. 40-ı 8-ə bölün 5, 5 3-sə 15 üzərinə gəl 21 çıx 40-ı 4-ə 10, 10 3-ü 30. X bərabərdir 6. 15-ə üzərinə 21 gəlib 36, 36-dan da 30 çıxanda 6. 40-da 6 x bərabərdir 6. Bu 6-dan bu 6 gəndə x bərabərdir 40 eləyir. Deməli, sinifdə ümumilikdə 40 dənə uşaq var. Bizdən də soruşur sinifdəki qızların sayı. 40 dənədən 4-də 3 oğlan idi axı. 40-ın 4-də 3-ünü tapıram. Bu da eləyir. Deməli, 40-ı 4-də 4-də 3 oğlansa 4-də 1-i qızda, birbaşa qızı tapaq. 40-ı 4-ə böləndə elə 10. Deməli, 10 dənə qız var imiş.